Gedirsiniz Bakıya nəsə suvenir almaq istəyirsiniz. Qız Qalası Tarkaman Azərbaycan bayrağıdır. Gedirsiniz İsmayıllıya, Lahıca, oradan da yenə yerli esnə tapa bilmirsiniz. Eyni maqnitlərdir, eyni suvenirlərdir. Üstündə Qız Qalası Tarkaman. Şəkidə də son 2 ildir yoldaşlar başlayıblar. Keramikadan ya başqa materiallardan hazırlayırlar. Xan Sarayı Kiş məbədi, piti ya da halva, belə kiçik təsvirləridir. Alıb suvenir kimi evə apara bilirsiniz. Başqa regionlarda amma lokal, yerli, ora xas demək olar ki, heç nə tapmaq mümkün deyil. Bu Türkiyənin Qaradəniz hissəsində bilirsiniz də bu kamançanın növləri var. Əldə çalırlar və oynayırlar, horon və s. belə. Ora gedəndə oradan ala biləcəyiniz və sırf Qaradənizə xas bir maqnitdir. Türkiyədən gətiriblər bir izləyicimiz. Təşəkkür edirik. Bunun yanında Türk kofesi gətirib, bir qutu şirniyyat da gətirmişdi. Tahin halvası, qutu boşdu. Onun çəkilişi kimi qalmadı. Onu dağıtdıq bayaq. Təşəkkür edirik ki, xaricdən gələnləri bilirsiniz də ki, təyyarəyə minəndə çamadanın həm həcminə görə, həm də ağırlığına görə limitlər olur. Bunlara baxmayaraq bizi nəzərə alıb gətirdiklərinə görə komandamız adından çox təşəkkür edirik Vəfa xanıma. Azərbaycana gələnlərin də eyni hədiyyələri tapa bilməsi üçün biz də bəzi işlər görürük. Şəkiyə məsələn qonaqlar gələndə Şəkidə gəzdiririk, sonra özümüz bu studiyada hazırladığımız bu cür suvenirləri təqdim edirik onlara. Regionun başqa rayonları ilə bağlı da bəzi planlarımız var. İnşallah yaxın zamanlarda Qaxa gedəndə Sürhüllüsü ya da Ulu Körpüsü, İlisu kəndi ya da Oğuzda yenə özünə xas elementləri olan suvenirlər tapa biləcəksiniz.